Artıq yeni texnologiyalar tibb sahəsində də əlçatanlığı təmin eləyir. Süni intellekt əsasında yaradılan mobil tətbiqlər və ağıllı saatlar vasitəsilə insan bədənlərində bəzi tibbi göstəriciləri ölçə bilirlər. Bu cür texnologiyalardan daha çox təzyiqlərin, ürək döyüntülərinin və şəkərin ölçülməsində istifadə edilir. Tətbiqi yükləyib, həm elə, həm də belə yəni təzyiq ölçənlə də yoxlamaq lazım. Əgər üst-üstə düşürsə, niyə də yox? Yəni istifadə eləmək olar məncə. Boy ölçməyi yoxlamışam, yəni belə nə qədər yeridiyimi yoxlamışam falan. Amma belə yəni qismən inanıram. Mən inanmıram, etibar da etmirəm. Heç vaxt da yəni həmin tətbiqləri yükləməmişəm, istifadə etməmişəm. Məsələ ilə bağlı mütəxəssislər bildirirlər ki, sağlamlıq sahəsində mobil tətbiqlərin və ağıllı saatların etibarlılığı 99%-ə qədər çatdırılıb. Yeni texnologiyaların bədəndə gedən reaksiyaları düzgün şəkildə ölçməsi onların keyfiyyətindən və markasından asılıdır. Çünki ucuz və keyfiyyətsiz sensorlar aldadıcı nəticələr verə bilər. Ağıllı saatlarla artıq ürək döyüntülərimizi, nəbzimizi tam proqnoz və ya tam dəqiqliyi ilə ölçə bilirik. Həmçinin də müxtəlif digər texnolojik alətlərlə biz hətta təzyiqimizi daha dəqiq nəticə ilə ölçə bilirik və ya şəkəri olan insanların qoluna bir kit yerləşdirərək cari vəziyyətdə onların şəkərinin hansı ölçümlərdə olduğunu dəqiqliyi ilə verə bilir və insanlar ona görə öz qida tənzimləməsini edə bilirlər. Mobil tətbiqlərin və ağıllı saatların sağlamlıq sahəsində işlədilməsi həyatı rahatlaşdırmaq məqsədi daşıyır. Tibb eksperti Adil Qeybulla isə bu cür yeni texnologiyalardan ev şəraitində belə istifadənin əleyhinədir. Bəzən ciddi xəstələrin, xüsusilə də qan təzyiqinə nəzarət mühüm olan xəstələrin xəstəliyin gedişinə nəzarət üçün yaxşı olar ki, həkim özü buna əmin olsun. Bu mənada özü bu avadanlıqla xəstənin təzyiqinə nəzarət eləsin, şəkəri yoxlansın. Lakin buna baxmayaraq, süni intellekt getdikcə öz əhatə dairəsini də genişləndirir. Məsələn, Fransa və Birləşmiş Ştatlardan olan beynəlxalq alimlər qrupu qəfil ürək dayanması riski barədə erkən xəbərdarlığı eləyə bilən süni intellekt aləti yaradıb. Hazırlanmış sistem elektrokardioqram məlumatlarını təhlil eləyərək insan beyninin işini simulyasiya eləyir. Süni intellekt ürəyin mədəciklərinin elektrik stimullaşdırılması və relaksasiyasının vaxtını təhlil edə, ürək əzələsinin fəaliyyətində incə, lakin kritik dəyişiklikləri müəyyənləşdirə bilir. Sistemimiz yüksək dəqiqlik nümayiş etdirir. O, 2 həftə ərzində təhlükəli aritmiyanın inkişafı riski altında olan xəstələrin 70%-ni düzgün müəyyən edib və yalnız 0,1% yanlış məlumat verib. Texnologiya xəstəxana monitorlarında və gələcəkdə isə hətta ağıllı saatlarda və digər portativ cihazlarda istifadə edilə bilər. Bunun da əhalinin qəfil ölüm riskinin olub-olmamasının kütləvi şəkildə yoxlanılmasına imkan verəcəyi gözlənilir.